Köhnəlmiş çörəkləri dəyərləndiririk və səhər yeməyi üçün pizza hazırlayırıq. Başlayaq. Çörəklərin üzərinə krem pendir sürtürəm. Üzərlərinə biraz ketçap və mayonez də sıxacağım. Biraz biber, pomidor, rəndelənmiş sosis. Sobada 10-15 dəqiqə bişirək. 15 dəqiqə bişdi, üzərinə mozzarella əlavə edib 5 dəqiqədə o formada bişiririk. Belə görünür. Biraz da. Dadı mükəmməldir, səhər yeməyi üçün möhtəşəm seçimdir.